Əziz dostlar, 6-cı yerli şirkətlərin tanıtım sərgisində ən çox marağa səbəb olan gülşələrdən, stendlərdən biri də Məlhəm Beynəlxalq Hospitalıdır. Mənə elə gəlir ki, bu vətəndaşlarımızın məhz Məlhəm Beynəlxalq Hospitalına olan güvənindən irəli gəlir və biz adətən şirkətin rəhbəri Sevda xanım efirlərdə, mətbuatda görürük. Həm də gözəl fürsəti Sevda xanımdan burada hər kəsin ünsiyyəti yaranır. Xoş gördük, yorulmayasınız. Çox sağ olun, təşəkkür edirəm. Xoş gördük. Bu qədər işin arasında siz burada gəlmişsinizsə, əhsən, həqiqətən də işinizin bilicisisiniz Sevda xanım. Sevda xanım, mənim xahişim var, Məlhəm Beynəlxalq Hospitalı haqqında bizə bir məlumat verin, sizi daha yaxından tanıyaq. Olar mı? Bəli. Məlhəm Hospital Nizami rayonunda yerləşən 28.000 kvadratdan 5 mərtəbədən ibarət böyük bir hospitaldır. Tibbi yeniliklərin olduğu, bütün həkimlərin, bütün ixtisas həkimlərinin olduğu böyük bir səhiyyə ocağıdır. Azərbaycanda yalnız bizdədir dediyiniz hansı xidmətlər var? Azərbaycanda yalnız bizdə dediyimiz Parkinson cərrahiyyəsi var. Azərbaycanda yeganə Parkinson cərrahiyyəsi eləyən mərkəz Məlhəm Beynəlxalq Hospitaldır. Daha sonra TMS nevrologiya cihazları var ki, o da ancaq Məlhəm Beynəlxalq Hospitaldadır. Üçüncü, yeni doğulmuş, 3 aya qədər yeni doğulmuş uşaqlarda defektli qulaqların düzəlməsi ilə olan avadanlıq yalnız Məlhəm Beynəlxalq Hospitaldadır. Yəni, hansısa uşaq qulaq defekti ilə doğulursa, biz ağrısız, keşliksiz, əməliyyatsız 2-3 ay ərzində onu bərpa edirik. Eşitmişik ki, il ərzində təxminən 200.000 pasiyentə xidmət göstərirsiniz. Bu qədər insana xidmət göstərib, onları şəfaya çatdırmağın çətin tərəfləri nələrdir? Çətin tərəfləri əlbəttə ki var, gecə-gündüz yorulmadan işləmək. Amma bunun gəlin çətin tərəfini yox, zövqlü tərəfindən danışaq. İnsanlara şəfa vermək ki, vəzifəmiz budur, adımızdan da bəlli. Hospitalıq, mən də ixtisasçı həkiməm. Ən zövqlü tərəfi insanları sağlamlığına qovuşturmaqdır. Bu, bütün çətin tərəfləri yuyub aparır. Hospitalın ən məşhur əməliyyatları hansılardır və nəticələri ilə bağlı nələr deyə bilərsiniz? Ən məşhur əməliyyatımız Parkinson əməliyyatıdır. Nəticəmiz %100'dür. Bugünə yaxın 43 xəstə əməliyyat eləmişik, 43 xəstə üzərindən 43 nəticəmiz var. Daha sonra ürək əməliyyatlarında, uroloji əməliyyatlarda, travmatoloji əməliyyatlarda, ümumiyyətlə, ümumi cərrahiyyə, bariatrik əməliyyatlarımız çox genişdir, çox pasiyent kütləmiz var bu əməliyyatlarda və nəticələrimiz %100 olmasa da %95'in üzərindədir. Sizin klinikaya gəlmək üçün yalnız xəstələnmək mi lazımdır, yoxsa vaktik olaraq da qapınızı verə bilərik? Tibbdə belə bir deyim var. Erkən diaqnoz həyat qurtarır. Və xəstəliklər əfsuslar olsun ki, çox cavanlaşıb. Ona görə hər kəs mütləq şəkildə profilaktik check-uplardan keçməlidir. Profilaktik check-uplar bugün həqiqətən həyat qurtarır və insanları maddi cəhətdən çox da sıxıntıya salmır. Çünki o profilaktik check-uplarda sıxılmış qiymətlər olur və çox ucuz olur. Amma nəticədə həyatımızı, sağlamlığımızı qorumuş oluruq. Sevda xanım, həyatını toxunduğunuz xəstələrdən ən yadda qalan hekayəsi olan hansıdır? Bir nəfər yox. Böyük olaraq bir neçə nəfər, uşaq olaraq bir neçə nəfər ağlıma gəlir. Gəlin uşaqlardan başlayaq. 6 yaş yarımında Leyla var idi. Epilepsiya tutmaları ilə götürmüşdü onu, təcili yardımımız götürmüşdü. Götürən zaman ürəyə dayanmışdı. Uzun müalicədən sonra 12 gün sonra Leyla sağlığına qovuşdu, ailəsinə qovuşdu və nəticəsində heç bir qüsuru olmadan. Daha sonra bir qazi övladımız gəlmişdi. 4 yaşında regiondan gəlmişdi. Çox ağır diaqnozla, peritonitlə, çox gecikmiş peritonitlə. Gələndə yaşama şansı möcüzə idi. Adı da Zəhra idi. 4 gün sonra xəstəxananı tərk etdi, sağlam. 18 gündən sonra 21 yaşlı bir ana xəstəxanamızı tərk etdi. Gələndə hətta mənə dedilər ki, onu heç bir xəstəxana götürmür. %99 ölümdür. Nəyə görə onu götürürsünüz? Biz götürdük həmin xəstəni və 18 gün reanimasiyada yaşam mübarizə apardıqdan sonra o həyata döndü.
Bu bizim uğurlarımızdır. Bir deyil, iki deyil, son deyil. Bizi işləməyə, çalışmağa, gecə-gündüz fəaliyyət göstərməyə motivasiya edən bu xəstələrdir. Bu xəstələrin həyata dönməsidir. Bugün biz bu sərgidə bir də ona görə varıq. Ona görə varıq ki, insanlar bizi tanısınlar. İnsanlar müraciət eləyəcəkləri bir şəfa ocağı olduğunu bilsinlər və 7/24 fəaliyyət göstərib biz də xalqımızın keşiyində duraq. Altı sualı səsləndirdi Məlhəm Beynəlxalq Hospitalının rəhbəri əzizimiz Sevda xanım. Var olasınız, uğurlar Çox sağ sizə. olun.